Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Mən Fes Akademinin Azərbaycan dili müəllimi Aytaç Həsənova. Bugün sizinlə birlikdə kiçik 5 suallıq sınaq izahına baxırıq. İzaha keçməzdən əvvəl xatırlatmaq istəyirəm ki, bizim ödənişsiz dərslərimizdən, həftə sonu sınaqlarımızdan xəbərdar olmaq istəyirsinizsə, 077 598 3800 menecer nömrəsi ilə və ya Lisey Fes Instagram hesabı ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallarımızın izahına. Zərfdən düzəlmiş feilləri göstərin. Biz bilirik ki, zərfdən düzəlmə deyirsə, o zaman sözü kökə və şəkilçiyə ayırırıq, sonuncu leksik şəkilçini atırıq və yerdə qalan bizim feilimizin nədən düzəlməsidir. Baxaq, azalmaq sözündə bu formada təhlil olunur. Sonuncu leksiki atsaq, yerdə qalır az, say. Daha sonra çoxalmaq eyni şəkildə sonuncu leksiki, baxın, qrammatik şəkilçinə bizim heç bir işimiz yoxdur. Sonuncu leksik şəkilçini atırıq, yerdə qalır çox sayı. Demək ki, bunlar saydan düzəlib. Daha sonra, məsələn, gəlin zədələnmək sözünə baxaq. Zədə, zədələmək. Sonuncu leksiki atsaq qalacaq zədə, yəni isimdən düzəlib. Daha sonra dincəlmək. Dinc, dincəlmək. Sonuncu leksiki atsaq dinc, sifətdən düzəlib. Sonra yanaşmaq və yaxud da ki, qorunmaq. Gəlin qorunmağa baxaq. Qorunmaqdan qorunmaq, sonuncu leksiki atsaq qorumaq, yəni feildən düzəlib və E variantı. İrəliləmək, geriləmək. Sonuncu leksikləri atsaq, irəli və geri sözləri zərfdir. Deməli, irəliləmək və geriləmək sözləri zərfdən düzəlib. Cavabımız E variantı olacaq. Daha sonra İkinci sual. Cəm, mənsubiyyət və hal şəkilçisi qəbul etmiş sifət hansı cümlədədir? Burada cavabımız olacaq C variantı, cavanlarımızı sözü. Çünki cavanlarımızı sözündə cavan sözün köküdür, sifətdir və bundan sonra lar cəm şəkilçisi, ımız mənsubiyyət və ı olacaq təsirli hal şəkilçisi. Ümumiyyətlə biz bilirik ki, sifət ismin hansısa bir kateqoriyasını, istər cəm, mənsubiyyət, hal fərqi yoxdur, hansısa birini qəbul etməsi kifayətdir ki, o cümlədə isimləşmiş sayılsın. Digərlərinə fikir versək, çalışqan şagird, necə şagird? Daha sonra nurani qoca kişi. Necə kişi, qoca kişi, necə kişi, nurani kişi. Daha sonra körpə uşaq, necə uşaq, yaxşı adam, yaxşı iş, necə adam, necə iş. Bunların hər biri sifətdir və öz yerində işlənib. Yəni ismin heç bir şəkilçisini, heç bir kateqoriyasını qəbul etməyib. Amma C variantında cavan sözü sifət olsa da kim sualına cavab verəcək və buna görə də kimi ön cəbhəyə göndərdilər? Cavanlarımızı. Ona görə də burada sifət isimləşib və ismin bu deyilən kateqoriyaların hər birini qəbul etmiş sayılır. Cavab C variantı olacaq. Hirslənmək sözünə uyğun gələn frazeoloji birləşmələr axtarırıq. Hirslənmək, cin atına minmək, hirsindən zəncir çiynəmək və hövsələdən çıxmaq olacaq. Ağız açmaq xahiş etməkdir. Ələ almaq, yəni onun hər hansısa bir şeyi, yəni onu qəbul etdirmək, onu öz tərəfinə çəkmək kimi düşünülə bilir. 1, 4, 5 bizim düzgün cavabımız olacaq, yəni C variantı. Mürəkkəb bağlayıcıları göstərin. Biz bilirik ki, bütün əsas nitq hissələri sadə, düzəltmə və mürəkkəbdir. Amma əgər biz köməkçi nitq hissələrindən danışırıqsa, bu sadə və mürəkkəb olacaq. Yəni heç bir köməkçi nitq hissəmiz düzəltmə ola bilməz. Və burada da biz mürəkkəb bağlayıcı istəyirik. Necə ki, əsas nitq hissələrində mürəkkəb sözlərini hansı sözlərə deyirdik? 2 və daha artıq sözün birləşməsindən yaranırdı. Burada da mürəkkəb bağlayıcılar 2 və daha artıq sözün birləşməsindən yaranan bağlayıcılardır. Əgər sadədir, həmçinin sadədir. Hərgah, hər və gah sözləri var. Halbuki, halbuki 3 sözün birləşməsindən yaranıb. Daha sonra ha, belə 2 sözün birləşməsindən yaranıb. 2, 3, 5 bizim, daha doğrusu 2, 3, 4 bizim cavabımız olacaq. E variantı nəinki sadə sözdür. Burada cavab E variantı çıxacaq. Son sualımıza baxaq. Dodaqucu sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən eləməliyik. Əvvəlcə biz fonetik təhlildən danışırıqsa, o zaman ilk addımımız sözün tələffüzünü yazmaq olacaq. Baxırıq sözümüz dodaq və ucu sözləri var və sonu q ilə bitən sözlər. Demişik ki, sözün sonu q ilə bitirsə 2 cür tələffüz oluna bilər. Ya həmin q olacaq x və yaxud da ki, olacaq elə q kimi qalır. Amma özündən sonra sait gəlirsə, bu
Bu zaman ğ əvəzləməsi baş verəcək. Baxın, q'dan sonra nə gəlib? Sait. Deməli, burada ğ ola bilər. Dodaq ucu olacaq. Normalda dodaq sözü təklikdə x olur. Dodaq. Özündən sonra sait gəldikdə artıq ğ-ya keçəcək. Dodaq ucu. Baxaq indi bunun xüsusiyyətləri. Ahəng qanununa tabedir. Ahəng qanunu deyilirsə, biz mütləq şəkildə onun düzgün yazılışına baxacağıq. Yazılışda o, a, u. Hamısı qalındır deyə bəli, doğru fikirdir. 4 hecalı sözdür. Hecaların sayını biz yenə də düzgün yazılışda axtarırıq. 4 dənə saitimiz olduğu üçün 4 hecalı söz doğru fikirdir. Bütün samitlər cingiltilidir və kar qarşılığı var. Əgər samitdən, saitdən, onun növlərindən söhbət gedirsə, biz tələffüzə baxmalıyıq. Tələffüzdə də nə axtarırıq? Samitlərin cingiltili yoxsa kar olmasını. Bütün samitlər cingiltilidir. D, ğ və c. Bəli, bütün samitlər doğrudan da cingiltilidir. Hər birinin də kar qarşılığı var. Bu da doğru fikirdir. Vurğu 3-cü hecanın üstünə düşür. Baxaq, vurğudan danışılırsa, mütləq şəkildə biz baxmalıyıq düzgün yazılışa. Dodaqucu. Dodaqucu sözünün vurğusu u hecasının üzərinə düşür və doğru fikirdir. Bəs yaxşı, C variantı niyə səhvdir? Çünki x samitinin cingiltili qarşılığı. X samitinin cingiltili qarşılığı ğ samitidir. Bəs niyə görə səhvdir? Çünki biz demişik ki, əgər fonetik təhlil ediriksə və hansısa samitdən danışırıqsa, o samit mütləq bizim sözümüzün tərkibində olmalıdır. Sözün tələffüzünə fikir verək. Görək burada x samiti varmı? Yoxdur. Əgər x samiti yoxdursa, bu fikir özlüyündə düzgün olsa belə, bizim tələffüzümüzə, bizim fonetik təhlilimizə uyğun gəlmir deyə yanlış fikirdir. Bu hissəni bir də izah eləmək istəyirəm. Baxın, yenə deyirəm, bu C variantındakı fikir x samitinin cingiltili qarşılığı ğ-dır və o bizim sözümüzdə var. Amma cümlə fikir olaraq düzgün olsa da bizim tələffüzümüzə uyğun gəlmir. Çünki bizim tələffüzümüzdə x yoxdur. X yoxdursa biz ondan danışa bilmərik. Biz yalnız və yalnız sözümüzün tərkibində olan səslərdən danışa bilərik. Yəni burada d-dan o, d, a, ğ, u, c və yenə də u. Yalnız bunlardan danışa bilərik. Əlavə heç bir saitdən, samitdən danışa bilmərik. Ona görə də C variantı bizim yanlış cavabımız, səhv fikrimiz olacaq. Belə, bugünlük izahımız bu qədər. Əgər izah sizin üçün yararlı oldusa, videonu bəyənməyi, paylaşmağı, rəy bölməsində öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Bizim digər sınaqlarımızdan, ödənişsiz dərslərimizdən xəbərdar olmaq istəyirsinizsə 077 598 3800 menecer nömrəsi ilə və ya Lisey Fest Instagram hesabı ilə əlaqə saxlaya bilərsiniz. Bugünlük bu qədər. Gələn videolarda görüşənə qədər. Hələlik.